Salyanda ağır yol qəzası baş verib. Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində Vaz markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeygəm Kamiloğlu İbrahimov həlak olub. Bildirilib ki, Zeygəm İbrahimov hərbiçi olub. O, Vətən müharibəsində iştirak edib və ağır yaralanıb. Zeygəm İbrahimov daha əvvəl sabiq korpus komandiri general-leytenant Mais Bərxudarovun sürücüsü kimi də xidmət edib. Azərbaycan ordusunun əskəri vəfat edib. 21 yaşlı Əli Vahaboğlu Cəfərovun pnevmoniyadan öldüyü bildirilir. Mərhum ötən gecə Gəncədə dəfn olunub. Digər məlumata görə o, Gəncə Dram Teatrının quruluşçu rejissoru Vahab Cəfərovun oğludur. Əli Cəfərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino rejissorluq fakültəsindən məzun olduqdan sonra hərbi xidmətə yollanıbmış.